Salam değerli izleyiciler. Bugünlerim bir izleyicimiz bu yukarıda yerleşen AI ve süni intellekt dinledi. AI'nin burada çıkan şeyini ləğv eləmək barəsində soruşdu. İndi onu necə söndürmək lazımdır? Onu mən indi söndürmüşəm. Onu necə söndürə bilərsiniz? Onu göstərəcəm. Yenə giririk bu proqramlarla yerə. Telefon. Buradan yenə həmin şifrəni yığırıq. Ulduz diyez 38. Buradan 3 6 9 8 7 5. Buradan yine o dili değişmek için girdiğimiz o en uzun bölüme giririk. Buradan giririk settings'e. Settings'te burada application and notification var. App and notifications. Oraya giririk. Buradan daha çok görüntü yol var. Oraya giririk ve düşürük en aşağı. En aşağıda bakın hemen şeyi göreceksiniz. Buna giririk. Buradan advance. Buradan aşağı gelirik. Display over app. Görürsünüz karşısında onun yanıp sönme var. Ben onu söndürmüşəm. Siz onu söndürəcəksiniz. Deaktiv edəcəksiniz. Böyük ihtimal ki sizdə yanılıdır. Onu deaktiv edən kimi o yuxarıdan itəcəkdir. Sonra geri qayıdırsınız. Elə birbaşa geri qayıdırsınız. Onunla da yekunlaşır. Diqqətiniz üçün minnətdaram. Bir daha yeniden vurgulayıram. Kanalımıza abone olmalı. İzleyip, paylaşıp, beğenip, paylaşmağı unutmayın. Məlumatlandırıcı Çangan Köyən 05 ilə bağlı məlumatlandırıcı o videolar paylaşmağa davam edəcəyik. Ümid edirəm ki, hər biriniz üçün faydalı olar. Diqqətinizə görə və rəylərə görə çox sağ olun.